Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Kazımlı Aysel, Azərbaycan dili müəllimi. Bugün sizlərlə danışacağıq bizim nazlı qəmzəli zərfimizdən, yəni zərf nitq hissəmizdən. Hansı ki, bu zərf nitq hissəmiz bir neçə nitq hissələrinin xüsusiyyətlərini özündə cəmləndirir deyə. Bax, o zaman bizi nəyə salır? Təlaşlandırır, təlaşa salır ki, görəsən burada nə baş verir. Gəlin onlara bir dəfəlik son qoyaq, artıq onları dərindən bilmiş olaq. Başlayaq. İlk öncə dərsin detallarına keçməmişdən öncə zərf və zərflik anlayışından danışmaq istəyirəm. Bəli, dilə çox asan gəlir ki, zərf nitq hissəsidir, zərflik cümlə üzvüdür. Bəli, doğrudur. Zərfi morfologiyada öyrənirəm, zərfliyi sintaksisdə öyrənirəm. Amma cümləyə görə təhlil zamanı morfoloji təhlil və yaxud sintaktik təhlil eləyəndə, bax, mən bu zərflə zərfliyi qarışdırıram bir-birinə. Bunun barədə mənim bir neçə videom var. Sintaktik təhlil Aysel Kazımlı yazaraq bir neçə video qarşınıza çıxacaq və hər birinə baxmanız mütləqdir. Amma yenə də burada həmin hissəyə toxunacağım. Nə zaman səhv salırıq bu zərflə zərfliyi? Baxın müəllimlər, yazıram ki, bura Bakıdır. Bura Bakıdır. Bir də var deyirəm, bura gəl. İlk öncə onu deyim ki, bura sözü cümlədə mübtəda da ola bilər, zərflik də ola bilər. Əgər haraya sualını cavab verə bilirsə, o zərflik olacaq. Yəni, haraya gəl, buraya gəl. Olur zərflik. Amma haraya Bakıdır deyə bilmirəm. Düzdür? Deməli, bu hara Bakıdır, bura. Buradakı bura mübtədadır. Amma müəllimlər tamam bunu eləyir. Düzgün şəkildə təhlil etdi. Gəlir deyir ki, bu birinci cümlədə bura sözü hansı nitq hissəsidir? Müəllim deyir, isim və yaxud deyir, əvəzlik. Müəllimlər, yadda saxlayın, əvəzliyimiz budur. Bura deyə bir əvəzliyimiz bizim qətiyyən yoxdur. Ora, bura, aşağı, yuxarı. Mən bu dərsi harda öyrənmişəm? Zərfdə öyrənmişəm. Nə zərfində? Yer zərfində öyrənmişəm. Düzdür? Baxın, bura, hara, yəni dəqiq məkan yoxdur burada. Bax, burada diqqətli olursunuz. Bura sözü mübtəda da ola bilər, zərflik də ola bilər və hətta başqa bir cümlə üzvü də ola bilər. Bu normal bir şeydir. Xəbər də ola bilər, yəni. Bu normaldır. Cümlə üzvünə görə dəyişmək, sözün nitq hissəsini dəyişmək demək deyil. Yəni, burada istər birinci sözdəki bura, cümlədəki bura, istər ikinci cümlədəki bura sözü hər ikisində zərfdir. Sadəcə cümlə üzvünə görə fərqli rollarda çıxış edib. Bitdi. Çox xahiş edirəm. Burada çaşmırsınız. Bura sözü cümlə üzvünə görə fərqli ola bilər. Lakin nitq hissəsi olaraq dəyişmir. Yəni, ora, bura, aşağı, yuxarı, sağa, sola və s. bu sözlərimiz zərfdir müəllimlər. Yaxşı, isim bura yoxdur. Əvəzliklə səhv salınır. Əvəzlik deyə bura yoxdur müəllimlər. Yaxşı. Bura sözü hər zaman zərfdir. Bu bizim ilk qaydamız olsun. Dediyim kimi bu qayda haqqında geniş məlumat vermişəm. Bunun üçün mənim sintaktik təhlil videomu mütləq baxın. Bu ilk səhvimiz, yəni zərflə zərfliyi qarışdırdığımız hallardan biridir. Sonra nəyə toxunacam müəllimlər? Zərfdə kəmiyyət zərflərini səhv salırıq. Kəmiyyət zərflərini səhv salırıq. Az, çox, xeyli, onları demirəm. Onları tapırıq. Feilə aiddirsə tapırıq ki, bu zərfdir. Gəlirik əsas məsələyə. Hansılar? Tamamilə, dəfələrlə, bütünlüklə və təkrarən sözlərinə. Müəllimlər, bu 4 dənə sözümüz yadda saxlayın. Kəmiyyət zərflərdir və yaxud miqdar. Fərqi yoxdur, hər ikisi eyni şeydir. Kəmiyyət və miqdar zərflərdir. Hər biri də düzəltmədir. Yadda saxlayın, hər biri də düzəltmədir. Müəllimlər, niyə bunu səhv salırıq? Cümlə daxilində ən rahat yolu nədir? Cümlədə onu digər sözlə əvəz eləyin. Məsələn, mən bunu dəfələrlə demişəm. Mən bunu
necə demişəm, yəni dəfələrlə demək mənim deyilişimin, yəni deməyimin tərzini bildirmir axı. Sadəcə mənim bunu sizə nə qədər deməyimi bildirir. Yəni nə zaman dəfələ, məsələn, anamız gəlir bizə nəsə tapşırır, bir dəfə deyir, iki dəfə deyir, üç dəfə deyir. Deyir, axı bəsdir də, deyir, mən sənə bunu axı dəfələrlə demişəm. Görürsüz, o neynədir? O dəfələrlə sözündən qabaq o bir neçə dəfə deyib mənə. Düzdür? Neyniyib? Yəni rəqəm olaraq, say olaraq nəzərdə tutub müəllimlər. Yəni ki, dəfələrlə sözünü başqa bir baxın kəmiyyətlə də əvəz edə bilərik. Mən bunu çox demişəm. Mən bunu sizə nə qədər demişəm? Yəni bir neçə dəfə deməyimi nəzərdə tutur. Düzdür? Yəni bu tərz hərəkət deyil, kəmiyyət zərfidir. Eyni zamanda tamamilə sözü deyirəm ki, qanunlar tamamilə dəyişib. Yəni qanunların nə qədər dəyişdiyi nəzərdə tutulur. Yəni onlar tamamilə dəyişib. Əvvəlkindən heç bir əsər əlamət yoxdur. Düzdür? Yəni demək olar ki, hər şey dəyişib. Demək olar ki, bütün hamısı dəyişib. Yəni bütün qanunlarımız dəyişib. Miqdarını bildirir də, düzdür? Yəni qanun biri var 10 dənə qanun dəyişsin, bir də var ki, qanunlar, daha doğrusu 10 dənə qanunumuzda nisbi dəyişiklik olunsun. Bir də var ki, onlar təmiz dəyişib, yəni tamamilə dəyişib. Bax, ona görə bu sözlər nədir müəllimlər? Kəmiyyət zərfidir. Yəni bir dəfəlik yadda saxlayın. Harda bu sözləri təsriflənən feilə və yaxud təsriflənməyən feilə aid olduğunu gördüyünüz zaman rahat şəkildə onu kəmiyyət və yaxud da miqdar zərfi götürə bilərsiniz. Diqqətli olun bu hissədə. Ümid edirəm ki, bir daha yaddan çıxmaz. Yəni ən rahat yolu başqa bir, yəni tutaq ki, imtahandasınız, onu səhv salmısınız, ikilimdə qalmısınız, arada qalmısınız. Ən rahat yolu başqa bir zərflə əvəz edin. Yəni kəmiyyətdən başqa bir kəmiyyəti yerinə qoyub istifadə edə bilərsiniz. Sonra müəllimlər nəyi deyəcəm? Ümumiyyətlə müəllimlər zərfin yalnız təsriflənən feilə aid olduğunu düşünür. Bu yanlışdır müəllimlər. Zərf feilə aiddir deyirik. Biz orada bölgü yaratmırıq. Təsriflənən yoxsa təsriflənməyən feilə aiddir deyə bir şey demirik. Yəni fərqi yoxdur. Zərfin qarşısında istər adi təsriflənən feil olsun, istər məsdər, feili sifət və yaxud da ki, feili bağlama olsa da bu nədir? Yenə də zərfdir. Məsələn, deyir ki, gözəl danışmaq və yaxud gözəl danışan. Müəllim bunu zərf götürməkdə tərəddüd eləyir. Eləməyin, götürün. Bu zərfdir, narahat olmayın. Çünki burada feili sifət, yəni feili sifəti harda öyrənirəm? Nə olsun o sifətin xüsusiyyətini daşıyır? Sifətlə bərabər o feilin də xüsusiyyətini daşıyır. O əgər sifətlə daha çox oxşarlığı olsaydı, mən onu feildə keçməzdim, sifətdə keçərdim. Və yaxud məsdər nə olsun? İsmi xüsusiyyətini daşıyır. Əgər elə bir şey olsaydı, mən onu isimdə keçərdim, feildə keçməzdim. Yəni müəllimlər, hər hansı bir sözün nitq hissəsi sizə maraqlıdırsa, ilk öncə tez xatırlayın ki, mən bu sözü hansı nitq hissəsində keçmişəm? Mən bu qaydanı hansı nitq hissəsinə tətbiq etmişəm? Əgər siz bunu rahat şəkildə yada salmağa çalışsanız, narahat olmayın, yadınıza düşəcək və bir dəfəlik yadda qalacaq. Yəni qısacası müəllimlər, zərflərimiz istər feili sifət, feili bağlama, məsdər olsun, yəni təsriflənməyənlər, istərsə də təsriflənən olsun, fərqi yoxdur. Aid olurlar. Yaxşı. Bunu mütləq yadda saxlayırsınız və ən maraqlı sizə bir şey deyim. Biz deyirik ki, zərf feilə aid olur, düzdür? Zərf feilə aid olur. Belə bir sual yaranır. Müəllim bəzən cümlə qarşısına çıxır, amma orada artıq tərəddüddə qalır, götürür, onu zərf götürür və yaxud kimsə sifət götürübsə orada çaşır müəllim, deyir, yox, niyə sifət götürüb? Baxın müəllimlər, zərfin özünə məxsus şəkilçiləri var, doğrudur. Düzəltmə zərflərin özünə məxsus şəkilçiləri var və biz onları bilirik hansılardır. Sız və l şəkilçisi ən
ən çox səhv salınan şəkilçilərdən biridir. Müəllimlər, yadda saxlayın, bu şəkilçilər sifət yaradır. Sifət. Yəni, bu şəkilçi ilə yaranan hər hansı bir söz feilə aid olsa belə, siz ona zərf deyə bilməzsiniz. O sifət olacaq. Səbəb, dediyim kimi, zərf düzəldən şəkilçi deyil axı bunlar. Zərf düzəldən şəkilçilər arasında mən sız və l şəkilçisini öyrənmişəmmi? Yox, öyrənməmişəm, düzdür? Aysa. Məsələn, deyirəm ki, mənsiz yaşayır. Mənsiz yaşamaq çox çətindir və yaxud. Deyir müəllimlər, mənsiz sözü feildir. Üzr istəyirəm, zərf deyirlər müəllimlər buna, amma bu yanlışdır müəllimlər. Feilə aid olması tam bilirəm. Yəni burada sizdə çaşqınlıq yaranır. Amma dediyim kimi sız və l şəkilçisi zərf düzəldə bilmir. Yəni sız və l şəkilçisi qoşulan hər hansı bir söz fərqi yoxdur. İstər isimlə işlənər, istər adlarla və yaxud da ki, feillə işlənsin, fərqi yoxdur. Biz ona nə deyəcəyik? Sifət deyəcəyik. Düzdür, l şəkilçisi amonim şəkilçisidir, isimlə düzəldə bilir, o başqa məsələ. Amma mən burada zərf və sifətin fərqini isə deməyə çalışıram. Yəni ki, müəllimlər, yadda saxlayın, mənsiz yaşayır və yaxud nə deyə bilərik l şəkilçisi ilə? Başqa nə deyək? Məsələn, ağıllı davranır, gəlin yazaq. Ağıllı davranır. Baxın, davranır sözü feildir. Feil olmasına baxmayaraq, ağıllı sözü nədir? Müəllimlər, sifət hesab olunacaq. Yaxşı, bunu yadda saxlayın. Nitq hissəsi olaraq sız şəkilçisi və l şəkilçisi feilə aid olmasına baxmadan biz buna sifət deyəcəyik. Yaxşı, yəni cümlə üzvünə görə demirəm, nitq hissəsinə görə deyirəm. Bunu qarışdırmayın, çox xahiş edirəm. Sifət və zərfi qarışdırmayasınız deyə deyirəm. Yəni mənsiz, ağıllı, l və sız şəkilçisi varsa orada feilə aid olsa belə ona sifət deyəcəksiniz. Nitq hissəsi olaraq, yəni morfoloji cəhətdən ona sifət deyəcəksiniz, zərf deməyəcəksiniz. Belə müəllimlər, bu hissə bir çox müəllimlərin qarışdırdığı hissələrdən biridir. İstədim bu mövzuya toxunum. Ümid edirəm ki, bundan sonra artıq sizin də beyninizdə artıq suallar qalmayacaq. Belə müəllimlər, zərf haqqında başqa bilmək istədiyiniz hər hansı bir şey varsa, bunu rəy bölməsində mənə sual verə bilərsiniz. Əgər video faydalı oldusa, xoşunuza gəldisə, paylaşıb, rəy bildirib, bəyənib, dəstək olmağı unutmayın. Sağ olun müəllimlər, inşallah görüşərik.